Sabahınız xeyirli olsun değerli izleyicilerimiz. Bugün May ayın biridir ve bu ay hamımız için uğurlu, ruzlu, düşərli olsun inşallah. Yani bildiğiniz gibi geçen ay, aprel ayı çok mühteşem hareketlerle yaddaşlarda kaldı ve bu ayda işte ondan geri kalmayacak. Rolikin ardına YouTube'da Gafar İmam verip yazın YouTube'da rahat şekilde full versiyasına bakabilirsiniz. Gəlin keçə görə bugün nələr baş verir? Yəni dünən bildiyiniz kimi qızıl sürətlə aşağı doğru istiqamətlə davam etdirir və bu mükəmməl bir nəticə ilə, yəni traderlər üçün çox uğurlu bir gün oldu və bu gün səhər saatlarında yenidən 70 dollarlıq bir enişlə yaddaşlarda qaldı. Təbii ki, sual olunur ki, bugün yuxarı doğru korreksiyaları verəcəkmi, verməyəcəkmi suala gəldi də isə təbii ki, korreksiyalar olacaq, amma buy siqnalı gəlməyincə buy əməliyyatları açmayın. Belə keçək biz funtun dolar rəqabətə. Eyni zamanda bugün 16:30-da və 18:00-da Amerikada çıxan xəbərləri izləmək lazımdır. Neftə gəldiysə neft haqqında da dünyada baş verən müharibələr haqqında nəzərə çatdıracağım. Təbii ki, bu müharibələr durğunluq olsa neftin dəyəri 50, 45, 40 dollara qədər enməsi gözlənilir. Keçək biz funtun dolar rəqabətinə. Bugün funtun dolar rəqabəti gündəlik isə 1000 pipsdir və dünən 1070 pips aşağı doğru istiqamətlə davam etdirdi. Bugün yəni qalxacaqmı sualına gəldidə isə nəzər çatdırım ki, açlıq zaman intervalında aşağı korreksiyalar olur və əvvəlki günün qalxdığı nöqtəsindən, yəni həmin minimum nöqtəsinə qədər demək olar ki, endi. Bilirsiniz, yəni 2-3 gündən qabaq sürətlə qalxmışdı, hansı nöqtədən qalxmışdı, həmin nöqtəyə qədər endi. Və günün ikinci yarısından sonra alış əməliyyatları haqqında düşünməyə dəyər. Dəstək xətti aşağıdakı 1.32-700'lərdir. Buna mütləq riayət edin. Keçək biz euro-dolar rəqabətinə. Euro-dolar rəqabətində gündəlik missiya 780 pipsi və dünən 800 pipsi aşağı doğru istiqamətlə davam edir. Dəstək xətti 1.12-250'lərdir. Yəni bundan aşağı forması təbii ki, heç də yaxşı olmayacaq euro üçün. Amma alışlar günün ikinci yarısından sonra gələcək. Təbii ki, biz bunu VIP və qonaq Telegram kanalında nəzərlərinə çatdıracağım. Təbii ki, siz də qonaq Telegram kanalına qoşulmaq istəyirsinizsə, bizə yazın 070 985 025'ə yazın. Belə, eyni zamanda may ayı, əzizlərim, demək, may ayı 500 nəfər üçün, deyək ki, real hesab, kiçik real hesablar 100 nəfərsə nisbətən böyük real hesablara yəni hədiyyə verəcəyik və tələsin buna. Artıq yerlər dolur may ayı üçün. Yəni siz də tələsin, istənilən bir trade ilə məşğul olan hər bir insan müraciət eləsin və ofisə gəlsin, biz danışaq, görək və həmin insanlara tam olaraq real hesabı hədiyyə edək. Belə, ticarət eləsinlər, bizlə bir yerdə qazansınlar. Keçək biz neftə, çox üzrəm qızıla. Qızıl gündəlik isə 76 dollardır. Dünən səhər saatlarında 70 dollar aşağı doğru istiqamətdən davam etdirdi. Və bugün təbii ki, korreksiyalar olacaq, olmayacaq mı? Təbii ki, olacaq. Və dünən deyək ki, net olaraq sel siqnallarından mühtəşəm bir hərəkətlərlə yaddaşları qaldı. Bu gün səhər saatlarında yenidən endi. Və deməli aşağıdakı hədəfə doğru hansı mənzili haradır? Mənzili 3061'lər və 3026'lar göstərir mənzili. Baylar alış əməliyyatları günün ikinci yarısından sonra gələcək. Keçək biz crude oil future spotlara. Gündəlik missiya 1 dollar 83 sentdir və dünən 2 dollar 20 sent dəyət aşağı doğru istiqamətlə davam etdirir. Dünyada baş verən müharibələr sülh olsa, təbii ki, həmişə sülh olsun. Müharibələr, yəni durğunluq olsa, neft deyək ki, 50, 45, 40 dollara qədər enməsi gözlənilir. Əks istiqamətdə isə müharibələr, deyək ki, Rusiya, Ukrayna, yəni Pakistan, Hindistan, Afqanistan, İran, yəni deyək ki, digər dövlətlərdə, hələ yeni bir dövlətlərdə bu il ərzində müharibələr gözlənilir. Yəni müharibələr olsa, bir dövlətdə dayanırsa, digər dövlətdə yəni başlayır. Buna görə də əgər müharibələr olsa, neft yenidən sürətlə yuxarı doğru istiqamətlə davam edəcək. Və nəzər çatdırım ki, crude oil'da və future spotlarda aşağıda, yəni debil zaman intervalı aprelin 8'ində olan minimum bağlanış nöqtələri var. Yəni bağlanış nöqtələri deyək ki, crude oil'da 60.70'lərdir. Bu bağlanış qiyməti bundan aşağı formularsa yenidən kölgəsi vardı orada, həmin kölgəsinə qədər hərəkət edəcək. Future spotlarda isə 59, 90, 96'lardır. Bunlar bu həmin nöqtələrə yəni diqqət edin. Yəni bundan aşağı formularsa
dönüş nöqtələridir. Forması yəni aşağı doğru istiqamətə davam etəcək. Nasdaq S&P 500 gəldi isə və eyni zamanda DAX-ı da buraya əlavə etmişik. Bunlar ümumi olaraq nəzər çatdırmışdır. Ümumi istiqamət hələ ki yuxarı doğru. Təbii ki bugün korreksiyalar gözlənir, aşağı korreksiyalar, amma ümumi istiqamət yuxarıda. Sağ olun, inşallah görüşmək ümidi ilə.